Gün nə yemişəm? Qarpız, pendir, çörək. Ayıb olsun sizə, mənə şər atırsınız. Pivə nədir? Cökə bulağından su gətirmişəm. Ay bacı, Aynur xanım, bunlar mənə şər atırlar. Öz də at kimi adamın üzünə dururlar ki, sən pivə içirsən, sən pivə içirsən. Elə şey olur. Oxşayıblar bir nəfərə. Spama getdim, Allah haqqı. Qoy, çıxım təzdən girirəm, dayan. Ona görə efirdə gəvşəyirsən, düz deyirsən. Çox üzr istəyirəm sizdən. Əzizim, hə. Yox, heç vaxt əzizim deməmişəm. Deyəcək ki, şeysən. Nə deyim, necəm? Şirinsən deyim, yox. Müller, yox, burada demədə canlıda indi məni spam eləyəcəklər. Cökə bularının suyu. Bir de kocam yok. Gülməklə tutur səs eləm. Axşamın xeyir olsun. Bugün nə cəb məni yığmamısan? 5 saatdır canlıdayım. Hə, bax, bu mənim danışığımdır. Yoxsa kocacığımıza bizdə belə şey yox. Kökəlmişəm deyəndə, ay xanım, yox canım, cökə bulağının suyu adamı heç vaxt keyfləndirmir. Kökəlmişəm deyəndə ki, mən keçən dəfə də qeyd etdim, Rusiyada dəniz çoxdur, ikra ucuzdur. İkra yeməkdəndir. Faya xanım, o yazdığım mənə aid deyil, ayıb olsun sənə, sən mənə şər atırsan. Mən öyrəşmişəm, mənə 19-cu ildən şər atırlar. Balığıma bir dənə baxım, gəlirəm bir dəqiqə.